Salam, hər vaxtınız xeyirli, gününüz uğurlu olsun. Dəyərli izləyicilərim, kanalıma və mətbəximə xoş gəldiniz. Bugün gördüyünüz kimi asan və tez başa gələn çox faydalı, bir çox xəstəliklərin dərmanıdır deyərdim hətta. Çuğundur turşusu hazırlayacağım. Bunu necə hazırlayıram? Əgər bu sizə də maraqlıdırsa, buyurun izləyin. Nə edirəm? 2 ədəd böyük çuğundur götürmüşəm. Bunları ilk öncə biraz bişirirəm. Çox bişirmək lazım deyil. Azca bişirirəm. Və bunların qabıqlarını soyub doğrayacağım. Əziyyətə dəyər verən, videolarımı izləyən, bəyənən, şərhlər yazan hər kəsə öncədən təşəkkür edirəm. Allah razı olsun deyirəm. Bəli, çuğundurun faydaları çoxdur, bunu hər kəs bilir. Qan deposudur deyərdim hətta. Bir çox xəstəliklərə faydası var. Bunu sadəcə bu formada bişirib yemək də çox faydalıdır. Gördüyünüz kimi çuğunduru soydum və bunu elə isti-isti doğrayıram. Siz bunu soyudub da edə bilərsiniz. Mən vaxt olmadığı üçün bunu elə isti-isti doğrayıram. Çuğunduru uzunsov formada doğradım. Siz istədiyiniz formada doğraya bilərsiniz. Keçirik bankalara yığmağa. 3 ədəd balaca banka götürmüşəm. İlk öncə qara dənəvər istiot əlavə edirəm və hərəsinə bir qanad nanə əlavə edirəm. Nanə sevdiyim üçün mən nanəni əlavə edirəm. Siz nanə əlavə etməyə də bilərsiniz. Mənim turşularımın olmazsa olmazıdır. Və həyətimdən yığdığım xırda istiotlar var, acı biber. Onlardan əlavə etdim hərəsinə 2 ədəd və sarımsaq əlavə edirəm. Sarımsaq zövqə görədir. İstəsəz əlavə edə bilərsiniz, istəsəz əlavə etməyə də bilərsiniz. Və hər bankamıza 1 ədəd dəfnə yarpağı əlavə edib çuğundurları əvvəlcə belə yığıram. Yəni qarışıq formada. Sonra isə səliqəli bir-bir yığacam bankaya. Yəni bu da istədiyiniz formada yığa bilərsiniz. Gördüyünüz kimi ikinci bankaya səliqə ilə bir-bir yığıram. Gördüyünüz kimi 3 ədəd bankanın 3-ünü də doldurdum. Hər bankamıza 1 çay qaşığı duz əlavə edirəm və hər bankamıza 1 çay qaşığı şəkər tozu əlavə edirəm. Və hər bankamıza armud stəkanın yarısından üzüm sirkəsi əlavə edirəm. Hardasa 2 yemək qaşığı da əlavə edə bilərsiniz. Yəni mən armud stəkanı da əlavə etdim, dibində də olsa. Və üzərinə qaynar-qaynanmış su əlavə edib qapaqlarını bərk-bərk bağlayıram. Bunu 3 günə açıb yemək olur. Həm asan, həm də tez başa gəlir. Ən əsası odur ki, çox faydalıdır. Bəli, dəyərli izləyicilərimiz, bir faydalı videonun daha sonuna gəldik. Əgər paylaşdığım videolar kimlərəsə fayda olursa, videolarımı izləyərkən bəyənməyi unutmayın. Gördüyünüz kimi artıq turşumuz hazır oldu, çuğundur turşumuz. Hazırlayacaq olan hər kəsə nuş olsun deyirəm. Hələlik bu qədər sağ olun, Allah'a əmanət olun.